Onda bu boykot taktikasını tutsaq və bu erməni malıdır deyə bunu almayaq kimi bir kör zehniyyət deyirlər, kör zehniyyət, qabağı görməyən zehniyyətə qapılsaq, onda biz gərək bir 200-300 il arxaya doğru gedək. Arxaya gedək. Ay qardaş, bu qarşılıqlı ticarətdir. Qarşılıqlı ticarət hər iki tərəfə mənfəət verir. Sözsüz. Dünyanın qan damarlarını ticarət təşkil edir. Mən qonşu ölkə ilə də ticarət etməyib kiminlə edəcəm? Məsələn, Ermənistanda tuf daşları deyirlər, qırmızı daşlardır. Gözəl inşaat materiallarıdır. Onunla biz gözəl Bakımızı və yaxud da ki, rayonlarda tikilən tikililərimizi daha da gözəlləşdirə bilərik. Ondan sonrasına Ermənistanın laf yaxşı, elə bilməyin ki, Ermənistan təkcə içkisi ilə məşhurdur. Xeyr, Ermənistan həm də bir sıra, belə deyək, mikro avadanlıqlarla da məşhurdur. Nairi deyilən onların bir zavodu var. Sovet İttifaqı dövründə o müdafiə sənayesi üçün məhsullar buraxırdı. İndi o məhsulların buraxılmasının çeşidi dəyişə bilər. Amma biz onlarla bu məhsulları da ala bilərik. Sonra kənd təsərrüfatı məhsulları ola bilər. Kənd təsərrüfatı məhsulları ola bilər, bəli. Düzdür, biz eşitmişik ki, erməni əriyi Rusiya bazarlarına çox gedir. Bilmirəm, indi o Azərbaycan əriyi ilə müqayisədə dad baxımından necədir, amma hər halda bu da mümkündür. Əvvəl onu deyim. Azərbaycan əriyi tez yetişir. Ermənistan əriyi, o cümlədən də Naxçıvan əriyi, Azərbaycanda yetişən ərikdən heç olmasa ay yarım gec yetişir. Yəni bizdə ərik sovulan vaxta qədər də onlarda əriyin yetişməsi dövrü başlayır. Niyə bizim bazarlarda həmişə təzə dərilmiş tər məhsullar olmasın? Bu məsələnin bir tərəfi. İkinci tərəfi, açığın deyək, biz əriyi qurudub, ərik qurusunu, çərəzini məhsula çevirə bilmirik. Məsələn, Natiq Cəfəli deyir ki, biz onlardan deməli çay ala bilərik, qızıl balıq ala bilərik, ət məhsulları ala bilərik. Ala bilərik, bəli. İndi iqtisadçıdır, o daha məlumatlıdır, mən açığı bilmirəm. Yox, düz deyir. Dağ şəraitidir. Dağ şəraitində bəslənmiş heyvanın əti daha qidalı, daha belə deyək, orqanizm üçün xeyirli olur. Çay haqqında bir söz deyə bilmərəm. Çay haqqında mən bir söz deyə bilmərəm. Bilmirəm onların çayı necədir, nə. Bizim özümüzün çayı dünyanın ən yüksək markalı çayıdır. Ondan sonrasına mən onu da bostan tərəvəz məhsullarını seçib ala bilərik. Meyvə məhsulları onlarda boldur. Məsələn, təkcə ərik yox, armud, alma. Bizim özümüzün var. Amma mövsümdə onlar bizdən gecikir. Bizdə mövsüm, belə deyək, ərik mövsümü və yaxud armud mövsümü və yaxud alma mövsümü başa çatanda onlar da yenicə başlayır. Deməli, burada da əlverişli ola bilər, amma inşaat materialları məsələsi çox ciddi xarakter daşıyır. Çünki onların inşaat materialları kifayət qədər çeşidlidir, kifayət qədər bizim üçün sərfəli ola bilər.